Yuxuda pul görmək. Yuxuda pul görmək insanların ən çox maraqlandığı və ən çox axtardığı yuxu yozmalarından biridir. Pul real həyatda ruzi, güc, imkan və təhlükəsizlik simvolu olduğu üçün yuxularda da insanın maddi və mənəvi vəziyyəti ilə birbaşa əlaqələndirilir. Lakin yuxuda görülən pul hər zaman birbaşa zənginlik demək deyil. Pulun növü, miqdarı, haradan gəldiyi və yuxu zamanı hiss edilən duyğular bu yuxunun mənasını tamamilə dəyişir. Əgər yuxuda pul görürsənsə, bu çox vaxt ruzi ilə bağlı düşüncələrin, gözləntilərin və arzuların yuxuya əks olunmasıdır. Maddi sıxıntısı olan insanlar pul yuxularını daha tez-tez görürlər, lakin bu yuxuların çoxu müjdə xarakteri daşıyır. Yuxuda kağız pul görmək adətən böyük fürsətlərə, yeni iş imkanlarına və uzun müddətli qazanca işarə edir. Kağız pul insanın planlarının, məqsədlərinin və gələcək hədəflərinin olduğunu göstərir. Əgər kağız pul təmiz və səliqəlidirsə, bu halal ruzi və xeyirli qazanc deməkdir. Yuxuda metal pul görmək isə xırda, lakin davamlı qazanca yozulur. Bu bəzən zəhmətlə qazanılan pul, bəzən də gündəlik həyatdakı kiçik sevinclər anlamına gəlir. Metal pulun səsi isə söz-söhbət və ya adının hallanacağı bir vəziyyətə işarə edə bilər. Yuxuda çox pul görmək hər zaman zənginlik demək deyil. Bu insanın üzərinə düşəcək böyük məsuliyyətlərə, ağır qərarlara və ya pul ilə bağlı sınaqlara yozula bilər. Çox pul bəzən də insanın tamahkar olmaması üçün edilən bir xəbərdarlıqdır. Əgər yuxuda pul tapırsansa, bu gözlənilməz ruzi və ya sevindirici xəbər deməkdir. Tapılan pul adətən halal yolla gələcək qazanca işarə edir. Yolda pul tapmaq isə Allahın lütfu ilə açılan yeni qapılar anlamına gəlir. Yuxuda kimdənsə pul almaq çox vaxt dəstək görmək, kömək tapmaq və ya borclardan qurtulmaq deməkdir. Əgər pul verən tanıdığın biridirsə, bu real həyatda həmin insandan fayda görəcəyinə işarədir. Tanımadığın birindən pul almaq isə gözlənilməz yardım və ya xeyirli xəbər anlamına gəlir. Yuxuda kiməsə pul vermək səxavət, ürəyinin təmizliyi və sədəqə verməklə bağlıdır. Bu yuxu çox vaxt insanın verdiyinin qarşılığını qat-qat alacağına yozulur. Lakin yuxuda məcburən pul vermək real həyatda narahatlıq və itki qorxusunu ifadə edə bilər. Yuxuda pul itirmək bir qədər diqqət tələb edən yuxudur. Bu fürsətləri qaçırmaq, yanlış qərar vermək və ya etibarsız insana güvənmək mənasına gələ bilər. Lakin bəzi yozumlara görə pul itirmək, dərddən qurtulmaq və yükdən azad olmaq kimi də qəbul edilir. Yuxuda pul saymaq insanın hesab kitablı, diqqətli və planlı biri olduğunu göstərir. Bu yuxu bəzən xırda narahatlıqların çoxalmasına, bəzən isə gələcək üçün plan qurmağa yozulur. Əgər pul sayarkən səhv edirsənsə, bu qərarsızlıq və tərəddüd deməkdir. Yuxuda cırıq və ya köhnə pul görmək haram ruziyə, narahat qazanca və ya peşmanlıq doğuracaq bir işə işarə edir. Bu cür yuxular xəbərdarlıq xarakteri daşıyır və insanı diqqətli olmağa çağırır. Yuxuda pul oğurlamaq və ya oğurlanmaq mənfi sayılır. Bu etibarın sarsılması, vicdan əzabı və ya haqq olmayan bir işə qarışmaqla əlaqələndirilir. Əgər yuxuda pulun oğurlanırsa, bu real həyatda etibar etdiyin birindən ehtiyat etməli olduğuna işarədir. Yuxuda qızıl pul və ya sikkə görmək xüsusi önəm daşıyır. Qızıl pul bəzən böyük qazanc, bəzən isə ağır məsuliyyət deməkdir. Qadınlar üçün bu yuxu bəzək və sevinc, kişilər üçün isə imtahan və yük anlamına gələ bilər. Yuxuda borc pul görmək və ya borc almaq insanın real həyatda sıxıntı yaşadığını və köməyə ehtiyac duyduğunu göstərir. Lakin borcun ödənməsi yuxuda görülərsə, bu problemlərin bitəcəyinə işarədir. Ümumilikdə yuxuda pul görmək ruzi, imtahan və niyyətlə birbaşa bağlıdır. Pul necə xərclənirsə, yuxunun mənası da ona görə dəyişir. Bu yuxu insanı şükür etməyə, halal yoldan ayrılmamağa və səbirli olmağa çağırır. Çünki yuxuda görülən pul çox vaxt maddi deyil, mənəvi dərslər də daşıyır.